Salam aleykum və rəhmətullahi və barakatuh. Əziz müsəlmanlar, Allahın sadiq qulları. İnşallah Teala ki, gənclərimiz üçün, cavanlarımız üçün bir nəsihətdə bulunmaq istəyirəm türklər demişkən. Deməli, çox gəncimizin çox hissəsi Varavskoya meyillidir, başqa şeylərə meyillidir, amma sırf Varavskoy aləminin, oğru aləminin, loto aləminin təbliğatında iştirak edən cavan gənclərimiz var və qaranlığa güllə atırmış kimi həyat tərzi yaşayırlar. Və onların valideynlərinə buradan çağırış etmək məqsədim buna ibarətdir ki, deməli, evladlarınızı düzgün tərbiyə edin, evladlarınızı həqiqətən də Allahın var olduğunu inandıracaq fikirlərlə doyuzdurun. Onlara elə bir tərbiyə verin ki, onlar tövhidi bilsinlər, İslamı, Allahın əhkamlarını bilsinlər, la ilahə illallahın hökmünü bilsinlər. Məsəl üçün, götürək tağut. Tağut nədir? Tağut Allahın qanunundan başqa qanun qoyanların adına, özlərinə tağut deyirlər. Bu tağutun biri də Varavskoydur. Varavskoy aləmin qanunları var. O qanunları da oğrular qoyur. O qanunları yaşayan insanlar da kafirdir, o həyatı təbliğ edən insanlar da kafirdir. Niyə? Çünki Allahın qanunundan başqa qanun qoyanlar kafirlər də tağutlardır. Tağutların qanunlarına baş əyənlər, onların qanunlarına riayət edənlər, məsəl üçün Varavskoy yaşamaq, onu təbliğ etmək insanı kafir eləyir, tağut eləyir. Gənclərimiz Allah qorxusunun nə olduğunu bilməlidir və başlıca olaraq valideynlər bu şeydə diqqətli olmalıdır. Evladlarına tərbiyə verərkən özlərindən deyil də Allahdan qorxmağı öyrətməlidirlər. Çünki zaman keçdikcə evladları valideynlərin nəzarətindən çıxacaq, böyüyəcək, onların qorxu hissi onlarda azalacaq, məsuliyyət hissi azalacaq və onlar öz həyatlarını, öz həyat tərzlərini özləri seçməli olacaq və qablarında olmayan şeylərdən dolayı həyat tərzləri, məsəl üçün Varavskoya, başqa şeylərə və sevgiyə, romantikaya meyl edəcək. Bu şəkildə insan dindən çıxır, iman azalır, Allaha olan inam ümumiyyətlə çox insanda yoxdur. Ateizm bugünkü gündə təbliğ olunduğu açıq-aşkar bilinir və görünür. Allaha sığınıram o insanların o halına ki, o halda ölməsinlər. Və Allah Azze və Cəllə bu insanlara yardım etsin. Bu Varavskoyun meyil edən gənclərimizə səslənirəm. Mənim gözəl qardaşlarım, vallahi tallahi Varavskoy da bir tağutdur. Çünki bilin bunu və yadınızda saxlayın. Allahın qanunlarından başqa qanun qoyanlar tağutlardır. Vallahi onlara riayət edən insanlar Allahın ağır qəzəbinə tuş gələcəklər, onlara böyük əzablar veriləcək. Valideynlər, siz evladlarınıza nəzarət edin, onlara tərbiyə verərkən onların hansı yöndə, hansı yerdə, hansı insanlarla oturub durduğuna diqqət edin və onlara verdiyiniz tərbiyə tövhiddən olmalıdır ki, bugünkü gündə gənclərimiz tövhidi deyil də soruşsan Varavskoyun nakolkalarına belə daha çox bilgilidirlər, daha çox o yöndən elmlidirlər. Amma soruşsan tövhid, sünnə, İslam bu yöndə belə heç bir cavabı yoxdur. Soruşsan ki, insan öldüyü halda hansı dindən, hansı peyğəmbərin gətirdiyi İslamla o dünyada samasız olacaq, yəni günahlarını, xeyr-əməllərini hansı din üzərində mühakimə edəcəklər? Bilməyəcək. Amma deyin biləsiniz, insan öldüyü halda Muhammed sallallahu aleyhi səlləmi gətirdiyi İslamla mühakimə olacaq. Vallahi tallahi bu dünya yuxudan gerçək deyil, yuxuda gördüyünüz yuxular qədərdir. Bu yuxu da, bu həyat da bu yuxudur. Yəni bu bir gün öləndə ayılacağıq və biləcəyik. Kafirlər axirət günü biləcəklər ki, həqiqətən elçilər doğrunu deyirdi, düzgünü deyirdi. Axirət günündən sakının, Allaha dua edin, Allaha dönün. Vallahi tallahi bugünkü gündə əməllərinə, nəfslərinə
gücü çatmayan, nəfsini ram etməyən insanlar azğınlıq içindədirlər. Vallahi tallahi onları böyük əzablar gözləyir. Çalışın valideynlər, evlatlarınızın nəzarəti gücləndirin, onlara tərbiyə verərkən İslamdan, tövhiddən, Muhammed sallallahu aleyhi ve sellemin həyatında, strategiyasında nələr etdiyini sevdirin, danışın, elmlənin. Varovskoy bir tağutdur. Vallahi tağutu yaşayan insanlar da kafirlərdir. Məndən bu qədər. Salam aleykum, rəhmətullahi və bərəkatuhu.